Çox səhv edən bəzi sualların izahını verəcəm. Demək, koordinat başlanğıcında yerləşən Q0-3-ün A nöqtəsində yaratdığı elektrostatik sahənin intensivlik modulunun B nöqtəsindəki intensivlik moduluna nisbətini bizdən soruşur. Yəni bizdən YA-nın YB-yə nisbətini soruşur. Bu məsələdə əvvəlcə biz qeyd edirik ki, intensivlik, nöqtə V üçün intensivlik K2 bölünsün R kvadratıdır. Yəni, məsafənin intensivlik kvadratik tərslər Q3-dən A nöqtəsinə qədər məsafə budur. Q3-dən B nöqtəsinə qədər olan məsafə də budur. Təbii ki, burada düzbucaqlı üçbucaq yarandığına görə, bu üçbucağın hipotenuzu olduğuna görə əvvəlcə o hipotenuzların uzunluqlarını tapacağıq. Demək, bir hipotenuzun, bir düzbucaqlı üçbucağımız aşağıdadır, digəri də yuxarıda. Bunun kateti 1 kateti 2-dir, o biri kateti 1-dir. Ona görə RA məsafəsini, RA kvadratını tapanda 2-nin kvadratının üstünə 1-in kvadratını gəlirik, eləyir 5. RB məsafəsini, yəni RB-nin kvadratını tapanda isə 1 kateti 3-dür, o biri kateti 1-dir. 3-ün kvadratı 9 üstə gəl 1, 10-a bərabərdir. Biz də bunu kökdən almırıq, çünki onsuz da intensivlik kvadratik asılıdır, yəni kvadratik tərs asılıdır. Ona görə yazıram YA bölünsün YB bərabərdir. RB-nin kvadratı bölünsün RA-nın kvadratına. Bizdən də RB bölü RA 10 bölünsün 5 bərabərdir 2.